Ermənistan Azərbaycan ərazilərini, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayanda, İran Ermənistana dəstək olması üçün bir çox iqtisadi müqavilələr imzalayanda niyə səsiniz çıxmırdı? Niyə 2-ci Qarabağ müharibəsində İran tırları Ermənistana yardım daşıyanda niyə səsiniz çıxmırdı? Bəli, xəbərimiz oldu, tək-tək etiraz edənlər oldu, amma yetərli olmadı. Buna görə biz Güney Azərbaycanlı qardaşlarımızdan incidikmi? İncimədik. Niyə? Çünki şərtləri biz də bilirik ki, başqa bir dövlətin İranın tərkibində yaşayırlar, müstəqil deyirlər, onlara təzyiq olar, həbs olar və s. bir aləm zərər olar. Ona görə biz Güney Azərbaycanlı qardaşlarımızdan incimədik, onları qınamadıq, niyə səsinizi çıxartmadınız deyə başa düşdük vəziyyətlərini.